Cinsi zəiflik, əfsuski bam, hazırki yaşlarımız ortasında, yaş kəttələrimiz ortasından bir qlobal muammo desək boladı. Köp uçrab turibdi, bizlərə köp müraciət olub turibdi. Hazır görsəyizlər internetdəmi, televizordamı, radiodamı həmmə məhsulatlar şu cinsi qüvvətini aşıradı. Təbii məhsulat, 100% təbii nərsə, sizdə heç qanday muammo olmaydı. 3 aylab, 6 aylab içişiniz gərək və sizdə cinsi qüvvətiniz aşadı deyir. İndi əfsus ki, köpçülük bu nərsəyə işanıb, şu nərsəni zakaz qıladı, 1-2 milyona aladı, içədi. İçkən vaxtı effekti yaxşı olub duradı, keyin toxtatadı, yenə şaxladı. Keyin şu kompaniyalara müraciət etsəyiz, yenə sizə təklif etədi. Siz bu nərsəni kəmində 1 il içişiniz gərəklidir və hakaza. İndi ortaqla ata-babalarımızın qadından qalğan gəp bu, əsəlniyəm azı şırın deyir. Hər bir nərsəni əgər 100% təbii boğandan bunu daimi istemal qılış orqanizmdə kumulyasiya gəlib çıxışını alıb gələdi. Yəni sizdə şu nərsə köpəyib getkəndən ki, orqanizmdə bu nərsəni çıxart taşasa urunuş boladı. Yəni allergiya bərişi mümkün. Şu nərsə kirəgidən artıq boğandan keyin nerinizdir zərərləşi mümkün. Şunun üçün reklama ya ki sizə bir məhsulat tövsiyə etkəndə şunu işləb çıxarılışını, instruksiyası bilən yaxşılab danışıb çıxın. Sizə ucu bu nərsə gərəkmi orqanizminiza ya ki yoxmu? Cinsi zəiflikdən türləri dum köp. Əynən nə faktor səbəb sizdə bu nərsə gəlib çıxıb durğanını birinci növbətdə anıqlaşdırıb alış gərək. Heç qandan uyalmasdan siz heç nərsə reklamadan görüb alıb içməsdən burun, uroloq körüyünə barıb bunu anıqlaşdırıb durub keyin buna çara görsəniz məqsədkə muvafiq oladı. Olmasa siz özünüzə fayda gəldirəməndə zərər gəldirib qoyuşunuz mümkün. Şunun üçün cinsi zəiflik bilən qınalıb yürgən yurttaşlarımız bolsa, bemalol bizəni körükümüzə ya ki özünüzü hududunuzda joylashgan uroloq körüyünə barsanız, sizə toğru yol göstərib məsləhət verədi. Əgər fikirləriniz bolsa, bemalol kommentariyada kütüb qalaman, hər birinə cavab yazışa hərəkət qılaman. Salamət bolun.